İsra, Uca Allahın hicrətdən öncə Peyğəmbər sallallahu aleyhi və səlləmi bir gecədə Məscidül Haramdan Məscidül Əqsaya Buraq adlı minihlə Cəbrail əleyhissalamın müşayəti ilə aparması sayəsində ona verdiyi böyük bir möcüzədir. İsraya dair Quran və sünnədə bir çox dəlillər vardır. Uca Allah buyurur: Dəlillərimizdən birisini Peyğəmbərə göstərmək üçün öz qulunu gecə vaxtı Məscidül Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidül Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən o, eşidəndir, görəndir. Peyğəmbərin sallallahu aleyhi və səlləmin gecə səfəri barədə bir neçə hədis varid olmuşdur. Buxari və Müslimin səhih əsərlərində, habelə sünənlərdə və digər əsərlərdə nəql edilmişdir ki, 30-a yaxın səhabə Peyğəmbər sallallahu aleyhi və səlləmdən bu mövzuda hədis rəvayət etmişdir. Həm sələflər, həm də onlardan sonrakılar yekdilliklə gecə səfərinin həqiqət olduğunu bildirmişlər. Səhih dəlillərə əsasən, habelə səhabələrin, sünnə alimlərinin və elm əhlinin yekdil rəyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləmin gecə səfəri həm bədəni, həm də ruhu ilə olduğunu, yuxuda yox, oyaq ikən baş verdiyini bildirmişlər. İbn Əbul-İz Əl-Hənəfi demişdir: İsra hədisindən aydın olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm oyaq ikən cismi ilə Məscidül Haramdan Məscidül Əqsaya getmişdi. Qazi İyad da bunun səhabələrdən və onlardan sonra gələnlərin əksəriyyətindən nəql olunduğunu bildirərək belə demişdir: Əksər müsəlmanların rəyinə görə İsra cisimlə və oyaq ikən olmuşdur. Bu həqiqətən belə olmuşdur.